Qadınlar arasında geniş yayılmış xərçəng növlərindən biri də uşaqlıq boynu xərçəngidir. Baxmayaraq ki, kifayət qədər ciddi bir patologiyadır, lakin vaxtında uşaqlıq boynu xərçəngini həm aşkar edib qarşısını almaq, həm də erkən diaqnoz qoyub həyat xilas etmək mümkündür. Bəs uşaqlıq boynu xərçəngini yaradan səbəblər hansılardır? Uşaqlıq boynu xərçənginin yaranması üçün ilk öncə uşaqlıq boynunda neoplaziya dediyimiz proses nəticəsində anormal hüceyrələrin yaranmasıdır. Bəs bu anormal hüceyrələr hansı hallarda yaranır? İlk növbədə papilloma virusunun yüksək onkogen tiplərinin təsir altında, immunosupressiv vəziyyətlərdə, zərərli vərdişlərdən uzun müddətli istifadə olunduqda, oral kontraseptivlərin və digər hormonal preparatların qeyri-düzgün, düzənsiz istifadəsində həmin uşaqlıq boynu hüceyrələrində anormal dəyişkənlik yarana bilər. Əlamətləri hansılardır? Uşaqlıq boynu xərçənginin başlıca əlaməti uşaqlıq boyunda kontak qanamaların olması, ağır hallarda isə qoxulu, rəngli ifrazatın gəlməsidir. Əgər bu kimi şikayətlər varsa, mütləq şəkildə xanımlarda ilk öncə uşaqlıq boyunda kolposkopik müayinə və kolposkopun nəzarəti altında biopsiya, əlavə olaraq isə MRT müayinəsi, histeroskopiya, endoservikal küretaj dediyimiz müayinə metodlarından şişin histoloji olaraq növünü təyin etmək üçün istifadə oluna bilər. Uşaqlıq boynu xərçənginin müalicəsi cərrahi, şua və kimyəvi üsulla aparılır. Bu da şişin mərhələsindən asılıdır. Uşaqlıq boynu xərçəngi invaziv yolla qonşu orqanlara yayıla bilər. Əgər vaxtında aşkar olunmazsa, limfogen yolla limfa düyünlərinə yayıla bilər və eyni zamanda ağırlaşmış mərhələlərdə isə uzaq metastazlar verərək qaraciyərə, sümüklərə yayılma ehtimalı çoxdur. Ona görə əgər qadınlar uşaqlıq boynu ilə bağlı hər hansı bir patologiyadan əziyyət çəkirlərsə, mütləq şəkildə ginekoloqa müraciət etməlidirlər.